Salam əziz şagirdlər. Bugün sizinlə birlikdə Bəxtiyar Vahabzadənin Şəhidlər poemasının təhlilinə baxmağa çalışacağıq. Kanalımızda İstiqlal poemasının təhlili var. Orada müqayisəli şəkildə fərqləri demişik. Ümumiyyətlə çalışmaq lazımdır ki, Şəhidlər poeması və İstiqlal poemasını qarışdırmayaq. İstiqlal poemasında əsas məsələ vətənimizin ikiyə parçalanmasından doğan kədər, dil məsələsi, 20 yanvar hadisələrinə toxunulub hər birinə. Amma Bəxtiyar Vahabzadənin Şəhidlər poeması məhz 20 yanvar faciəsinə həsr olunmuş bir əsərdir. Təhlil cümlələrinə baxacağıq. Əsər 1990-cı ildə qələmə alınıb, İstiqlal poeması isə 1999-cu ildə qələmə alınıb və aralarında müəyyən fərqlər var ki, bunları orada qeyd etmişik, baxa bilərsiniz. Həmçinin İstiqlal, Şəhidlər və Heydər Babaya Salam poemalarının hər üçü üçün ortaq cəhət kimi deyə bilərik ki, bunlar nəzmlə yazılmış lirik poemadır. Bir daha qeyd edirəm. Həm İstiqlal poeması, həm Şəhidlər poeması, həm Heydər Babaya Salam poeması nəzmlə yazılmış lirik poemadır. Şəhidlər poeması iki hissədən ibarətdir və hər biri üç başlıqda bizə təqdim olunur. Deməli, ilk başlığımız nə istəyir bu millət? Biz burada yəni millətin ağrı acısını görürük ki, dilsiz sağır göylərə dirək oldu. Haqq səsi başlandı bu ölkənin meydan mübarizəsi. İkinci hissə təzadlar içindədir. Bunu qeyd edək ki, ən bitkin hissə təzadlar içində hissəsidir. Burada nələr var? Bunları xüsusilə qeyd edək. Yalana, riyaya nə qədər uyduq, biz Qızıl Orduya abidə qoyduq. Deməli, Qızıl Ordunun adını çəkir ki, biz bilirik ki, Qızıl Orduya abidə qoyulmuşdu. Həmçinin Qızıl Ordu SSR-nin ordusuydu və orada müəyyən bir vaxt Azərbaycanlılar da 2-ci Dünya müharibəsində Qızıl Ordunun tərkibində vuruşmuşdular və qələbə qazanmışdılar. Həmin Qızıl Ordu günün birində gəlib bizim qanımıza tökür. Yəni həmin şəhidlərimizin, hansı ki onun tərkibində Azərbaycanlı oğullar da şəhid olmuşdu. Amma indi həmin Qızıl Ordu oxu bizə tərəf döndərir və bizim qanımıza tökür. Qatil bizimlə bir o gecə həm də haqqı, həqiqəti tutdu qurşuna. Hansı göstərişlə gəlibmiş görən silahsız kütləni bu qıran ordu? Deməli, Azərbaycan xalqı əliyalın bir şəkildə 20 yanvar gecəsində tankların, zirehli tankların qarşısına çıxır və Bəxtiyar Vahabzadə deyir ki, silahsız kütləni qıran bu ordu kimin göstərişi ilə gəlmişdi? Vallah bu vəhşəti törədə bilməz ən qəddar, qudurğan və çıldıran bir ordu. Şər üçün nə qayda, nə şərt, nə qanun. Bu imiş haqq işi Qızıl Ordunun. Deyir, Qızıl Ordunun haqq işi bu imiş də, yəni dırnaqarası haqq işi. Kimdir bəs ölənlər? İnanmaq çətindir. Dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin şəhid övladı. Çox təsirli bir hissədir. Ölənlər, yəni bugün 20 yanvarda şəhid olanlarımız, dünən Rusiya, yəni Qızıl Ordunun tərkibində vuruşanların indi də övladlarını Qızıl Ordunun əskərləri şəhid edir. Əfsus, eyni olur şəhidin adı. Təəssüf ki, o da şəhid idi, bu da şəhiddir. Sən bir işə bax. O nəyin uğrunda, bu nəyin? O Rusiyanın tərkibində xaricilərə qarşı mübarizə aparıb, bu isə onların övladlarını isə Rusiya özü şəhid edib. O şənbə gecəsi, o məlun gecə. Bilirik ki, 20 yanvar hadisələri şənbə gecəsində baş tutur. Ona görə də deyir ki, o şənbə gecəsində, o məlun gecədə birdən üzə çıxdı bu fərq. Gör necə? Ədalət də gerçək də vallah yox idi o gecə. Zülm, zalım əli ilə haqqı boğdu o gecə. Tunc zirehli ilanlar, yəni tanklılar, haqqımızı nə anlar? Həqiqəti yalanlar küncə çıxdı o gecə. Kimə deyin dərdimi? Qəsbkar namərdəmi? 70 ilin dərd qəmi, yəni SSR 70 illik bir imperiyaydı, gözdən axdı o gecə. Aha, deyir ki, qara geydi bu vətən. Burada metonimiya var. Vətənin övladları qara geyindi. Yox ayına bir yetən. Həyata hamiləykən ölüm doğdu o gecə. Vətən həyata hamilə idi. Yəni artıq 90-cı illər müstəqilliyə addımlar atılır, amma o gecə ölüm doğdu. Yəni hər vətən qara bağladı. Biz bu vəhşətə nə deyək? Allah bu müsibətə həmin gecə necə baxdı? Ertəsi gün, baxın, həmin gün yox, ertəsi gün nələr baş verir? Biz bu hissəni eyni ilə Səsli Qızda da görürük. Səsli Qız epik poemadır. Səsli Qızda görürük ki, Bakının küçələrindən yudular millətin qızıl qanını. Deməli, millətin qızıl qanını Bakının küçələrindən yudurlar. Yuya biləcəkmi o cəllad görən qanla ləkələnmiş öz vicdanını? Bu məsələyə xüsusilə diqqət yetiririk. Səhər
Bakının küçələrindən qan ləkələri yuyulur. Amma deyir ki, o cəllad öz vicdanını yuya biləcəkmi? Gecənin yarısı hər yan qan qadar. Qırmızı güllələr uçur havada. Gecəni deməli aydınladan nədir? Qırmızı güllələr. Özünü itirmir adamlar yerə, yenə yetirir özünü haya-haraya. Deməli insanlarımız özünü itirmədən köməyə gəlir. Maşınlar bir yana, çiyinlərdə də yaralı daşınır xəstəxanaya. Deməli, hətta çiyinlərdə də xəstəxanaya yaralılar daşınır. Güllə vıyıltısı bu acı səsdən titrəyir, lərzəyə gəlir binada. Deməli, burada nə baş verir? Amansız saldatlar keçirir qəsdən bütün çıraqları xəstəxanada. Deməli, xəstəxanada da çıraqları söndürürlər. Çünki xəstəxanada əməliyyatlar gedir. Əslində müharibə qanunları var. Xəstəxanalara, məktəblərə dəymə toxunmaq olmaz. Amma onlar üçün nə vicdan, hətta xəstəxanalarda işıqları da keçirirlər, söndürürlər. Gör necə böyükmüş bizə nə qəzəb kin. Çarəsiz həkimlər indi neyləsin? Əməliyyat gedir şam işığında. Səhər açılanda nə baş verir? Səhər açılanda adamlar bir-bir gəlirlər qan verməyə, amma insaf hara, qan tökən hara? Saldatlar töküldü, hey axın-axın, döyükə-döyükə baxdı dörd yana. Tutuldu bir anda xəstəxananın həyəti, bağçası gülləbarana. Deməli, indi qan verməyə gələnlərə görə hər yeni gülləbarana tuturlar ki, insanlar hətta yaralılara da qan verə bilməsin. Xəstəxana qan vermək istəyənləri bir anın içində dağıtdı onlar. Ertəsi Bakının küçələrindən yenə də bu fikirlər təkrarlanır ki, yudular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən qanla ləkələnmiş öz vicdanını? Bədii sualdan istifadə edir burada müəllif və görürük ki, bitkin bir hissəli təzadlar içində burada baş verən faciələr göstərilir. Daha sonra isə şəhidlərimizə eşq olsun sizə hissəsi səsləndirilir. Burada nə görürük? Deyir ki, müəllifin burada öz münasibəti var ki, bəzən düşünür ki, bizim cavanlar nahaq şəhid oldu. Onlar ömrü ucuz verdilər, yəni bir iş görmədilər. 20 yanvar gecəsində şəhid oldular, amma sonra düşünür ki, xeyr. Yəni burada deyir ki, onlar sonra düşünürəm, onlar qorxmadan cumdular ölümün üstünə. Bəlkə də onların bəziləri yaşayanda bir iş görməmişdi, həyatda bir fərqlənməsi olmamışdı, amma onlar ölümləri ilə qəhrəman oldular. Bizim əlimizdən çoxdan alınmış haqqı bu dünyaya. Baxın, bizim əlimizdən haqq, ədalət çoxdan alınır. Biz AXC süqutu ilə biz artıq müstəqilliyimizi itirmişik, amma millətin qəlbinə deyir ki, onlar bizim əlimizdən çoxdan alınmış haqqı artıq dünyaya çatdırdılar. Millətin qəlbinə qəsdən salınmış qorxu iblisini şəhidlər öldürdü. Baxın, insanlar qorxurdu. Hansı ki, SSR-nin tərkibindəydi, işğal altındaydıq. Amma 20 yanvar gecəsi artıq insanlar bütün qorxu mülkünü söküb atdılar və bundan sonra da azadlıq uğrunda iri addımlar atıldı. O gecə dağlardan enən sel təki qəzəbdən köpürüb daşdı millətim. Yəni o gecə artıq xalqda qəzəb, kin, düşmənə qarşı bir möhkəm bir sipər yarandı. O şənbə gecəsi ürəyindəki qorxu hasarını aşdı millətim. Bu nəyin sayəsində idi? Şəhidlərin sayəsində idi. Şəhidlər o gecə şəhid olmaqlarıyla sanki xalqı qəflət yuxusundan oyatdılar. Bu ölüm, bu qırğın dərs olsun bizə. Deməyək, boş yerə candan keçdilər. Onlar şəhid olub millətimizə cəsarət dərsi keçdilər. Xəyal bir çiçək də bitirə bilməz. Bugündən sabaha körpü olmasa, azadlıq ağacı bar verə bilməz şəhidlər qanı ilə suvarılmasa. Əsərin əsas ideyalarından biri də budur ki, azadlıq ağacı şəhidlər qanı ilə suvarılmasa, bar verə bilməz. Baxın, bu əsərdə təhlil cümlələrindən deyəcəm, şəhidlərin uca məqamı, şəhidliyin cəsarəti, şəhidlik tərənnüm olunur. Şəhidliyə nikbin yanaşılır. Yəni, müəllif şəhidlərimizə görə bir növ təəssüflənmir. Əksinə düşünür ki, azadlıq ağacı bar verə bilməz şəhidlər qanı ilə suvarılmasa. Yəni, şəhid verməyə hazır olmayan bir xalq müstəqillik əldə edə bilməz. Şəhidlər olmasaydı biz müstəqilliyimizi qazana bilməzdik. Eləcə də 2-ci Qarabağ müharibəsində şəhidlərimiz olmasaydı biz Qarabağı azad edə bilməzdik. Millət öz belə deyək də şəhidləri ilə azadlıq qazanır, müstəqillik qazanır. Bunu qeyd eləmək istəyir. O şənbə gecəsi vətən başına elə vətən boyda qara bağladı. Baxın, azadlıq verilmir. Şəhidlərin qanı ilə alınır. Onun elçisidir ölüm qanqada. Yəni azadlığın elçisi ölümdür, qanqadadır. Ölümə cəfaya hazır olmayan millət hazır deyil azadlığa. Yəni şəhid verməyə hazır olmayan millət azadlığa da hazır deyil. Yalın əllər, tanklar üstünə atılan cavanlar
cavanlar, eşq olsun sizə. Deməli, yalın əllə tankların üstünə gedən cavanlara eşq olsun deyir. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Yəni deyirsiniz öz ölümünüzlə təsdiq etdiniz ki, bu xalq azadlığa layiq bir xalqdır. Halaldır bu xalqa azadlıq. Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar. Böyük Nəsiminin, Ulu Babəkin kimlərin adını çəkir? Nəsimi və Babək gələr burada başqa müəlliflər, başqalarının adını yazar. Yaxşı əzbərləyirik bunu. Nəsimi və Babəkin xeyir duasını deyirsiniz, həmin gecə aldınız. Başqa bir şey demir. Sadəcə deyir ki, həmin şəhidlər həmin gecə Nəsimi və Babəkin xeyir duasını aldılar. Bilirik ki, Nəsimi də öz əqidəsi uğrunda canından keçib və Babək də öz əqidəsi uğrunda ərəblərə qarşı mübarizə aparıb azadlıq uğrunda. Ona görə dedik ki, siz həmin gecə Nəsimi və Babək kimi igidlərin xeyir duasını aldınız. Deməli, tarixdə tarix kimi o gecə qaldı. Daha sonra ikinci hissə başlayır matəm mərasimi ilə. Biz burada şəhidlərimizin həmçinin dəfn mərasimini, matəm mərasimində görəcəyik. Qəzəb şimşəyindən hər baxış nida, hər üzdə, hər gözdə bir sual ağlar. İnsan dənizinin dalğalarında üzür asta-asta tabut qayıqlar. Deməli, nə görürük? Görürük ki, insan dənizi artıq tabutları, insanlar çiyinlərində tabutları qoyub aparanda, insan dənizi tabutları da gedən qayıq, dənizin üstündə gedən qayıqlara bənzədir. Xalq dözə bilsə də zülmün şərrinədir. Xalq dözə bilsə də, yəni zahirən dözürlər, amma onların gözlərində kin, nifrət yağır. Alıb tabutları çiyinlərinə Allaha göstərirlər bu cinayəti sanki. Qızıl qərənfillər, bilirsiniz ki, 20 yanvar günü qərənfillər başladı. Min şəhidlər xiyabanına axmağa. Fədakar oğullar Rəsulzadənin, deməli biz matəm mərasimində görürük ki, oğullarımız 1900, həmin şəhidlər 1918-ci ildə olan şəhidlərin, yəni Rəsulzadənin bayrağı altında dəfn olunurlar və onlar 1918-dəki şəhidlər xiyabanında yenidən dəfn olunurlar. Biz həmin vaxta qədər müstəqil değildik. Bizim müstəqil bayrağımız həmin vaxta qədər dalğalanmırdı, yəni həmin vaxtı, amma bu şəhidlərimiz üç rəngli bayrağa bükülüb dəfn olundular. Ona görə də deyir ki, bayrağımız da artıq deməli dalğalandı. Yəni daha doğrusu şəhidlərin tabutuna büküldü və millət ürəyini sükutdan asdı. 18-də ölən şəhidlər təzə şəhidləri bağrına bastı. Deməli, Rəsulzadənin üç rəngli bayrağı altında tabutlarımız dəfn olunur. Harda 1918-ci ildə şəhidlər xiyabanında dəfn olunan şəhidlərimizin yanında. Axı biz nə eləmişdik? Bu bədii sualdır. Testlərdə düşə bilər ki, bu sualın cavabı gəlir. Xeyr. Müəllif də heç bu suala cavab verə bilmir. Heç kim bu suala cavab verə bilmir. Hər yerdə bu sual səslənir. Axı biz nə eləmişdik? Bizim günahımız nə idi? Dilə gəlir şəhidlər xiyabanında məzarlar. Biz nə eləmişdik? Bu sual Fərizənin, İlhamın çırağı söndürülmüş komasında səslənir. Fərizə və İlhamın adını çəkir. Axı biz nə eləmişdik? Sonra harda səslənir? Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual məktəbli Larisa'nın qara lentə tutulmuş partasında səslənir. Deməli, Fərizənin, İlhamın komasında, şəhidlərin başdaşında, sonra ağsaqqalların, ağbirçəklərin duasında, Larisa'nın partasında səslənir. Şəhidlərin adlarıdır bunlar. Deməli, konkret şəhid adları da əsərdə, poemada göstərilir. Günahsız qurbanların başdaşında səslənir. Yetim qalan körpə balaların göz yaşında səslənir. Axı biz nə eləmişdik? Və sonra deyir ki, bağrına dağ çəkilən qocaman millətin, yəni bizim millətimizin dodağında səslənir. Axı biz nə eləmişdik? Baxın, cavab verən olmadı. Boğdular bir millətin. Axı biz nə eləmişdik deyən haqq səsini. Daha sonra etirazımız nədir? Biz xalq olaraq həmin vaxtı poemada etirazımızı göstərə bilmirik. Kənddə, şəhərdə bəlkə məlhəm idi, matəm qurulur, çadırlar qurulur, hətta bütün yas evinə məmləkət dönür, kasıb ocaqda da qazan asılır, yəni matəm süfrəsi açılır, yas mərasimi verilir. Elə bir qatildən intiqam aldı, gücsüzün aldığı intiqama bax. Deməli, bizim burada aldığımız intiqam 40 gün yas saxlamaq və işə çıxmamaqdır. Yəni bir üsyan, bir mübarizə burada görmürük biz. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu bizim üsyanımız. Canlı da, cansız da ağlayır bugün. Matəm içindədir ölkə büsbütün. Qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə. Deməli, qara bayraqlar yasın rəmzidir. İndi qızıl qərənfillər gedir
deməli tabutlarla, qızıl qərənfillər şəhidlərin məzarına gedir, bir də qara bayraqlar sanki deyir bizə ağlayırlar və burada şəhidlər hissəsini verir ki, hansı ki İstiqlal poemasında şəhidlərdən bir hissə verir, yadda saxlayaq. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha tikdi şəhidlər. Bu nə deməkdir? Yəni onlar şəhid olarkən gözünü sabahın azadlığına, müstəqilliyinə dikdilər. Üçrəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Zalım öyünməsin zülmləri ilə, bunlar aydındır. Mümkünə döndərdik deyir. Çox namümkünü, yəni biz o gecə əliyalın olaraq tankların qarşısına çıxmaqla namümkün olanı mümkünə döndərdik. İnsan dünyanı heyrətə gətirdi və şəhidlər bayaq da dedik ki, o gecə xalqın qəlbindəki qorxu mülkünü dağıtdılar. Bir yumruğa döndük o gecə. Köləliyi ürəyimizdə yıxdıq, artıq cəsarətləndik. Onlar susturulan haqqı dindirər və şəhidlər qaraca torpağı qiymətləndirər. Torpaq adi bir torpaqdır, onu zinətləndirən şəhid qanıdır. Ax, el qeyrəti çəkdi şəhidlər. Dözdü hər zillətə, dözdü hər şeyə. Dünyada mənim də haqqım var deyə kütləni xalq edən müqaviləyə qanı ilə qolunu çəkdi şəhidlər. Yəni şəhid qanı kütləni xalq etdi və insanlığın meyarını deyir ki, insan insan olur öz hünəri ilə. Millət millət olur xeyri ilə, şəri ilə. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər deyir. Aha, təhlil cümlələrinə nəzər salaq. 1990-cı ildə yazdım. Əvvəlcə öz qeydlərimi deyim ki, azadlıq verilmir, alınır. Əsərin əsas ideyası budur. Lirik poemadır. Xalqın şəhid verməsi məyus etmir. Əksinə xalqımız üçün lazımlı, ümumiyyətlə, xalqın şəhid verməsi lazımlı bir məqam kimi dəyərləndirilir. Yəni şəhid verməliyik ki, azadlıq qazanaq. Hamısını poemanın içərisində demişəm. Amma bir daha təkrar üçün demək istəyirəm. Azadlıq ağacı şəhid qanı olmasa, yəni azadlıq ağacı şəhid qanı ilə suvarılır. Əgər şəhid qanı olmasa, azadlığın ağacı da bar verə bilməz. Yəni şəhid qanı olmasa, azadlıqdan söhbət gedə bilməz. Kütləni xalq edən müqaviləyə onlar qanları ilə imza çəkirlər. Qarabağ hadisələri haqqında burada münasibət yoxdur. Ümumiyyətlə Azərbaycan-Ermənistan məsələsi burada yoxdur. Azərbaycan-Qarabağ məsələsi burada yoxdur. Burada Azərbaycan-Rusiya məsələsi var. 20 yanvar hadisələri var. Biz bu eyni ilə bu qeydi həmçinin dərs hekayəsində də deyirik. Sabir Əhmədlinin dərs hekayəsində də deyirik ki, Qarabağ məsələsi yoxdur. Hadisələr 20 yanvar hadisələrindən bəhs edir. Nikbin ruhludur əsər, bədbin deyil. Eynilə İstiqlal poemasında nikbin ruhludur. Çünki hətta şəhidlərimizin olmasına da lazımlı bir məqam kimi yanaşır ki, yəni azadlıq ağacı bar verə bilməz. Müstəqillik istəyən xalq şəhid verməyə də hazır olmalıdır. Gələcəyə inam var. İdeyalarından biri də elə dediyimizdir, azadlıq verilmir, alınır. Aha, başqa? Şəhidlərin qəhrəmanlığının tərənnümü ilə faciəli hadisələrin doğurduğu deməli, mühakimələr vəhdət təşkil edir. Yəni bu cümlə test cümləsi idi. Bu deməkdir ki, şəhidlərin qəhrəmanlığını tərənnüm eləyir, eyni zamanda faciəli hadisələrin doğurduğu mühakimələri verir. Sanki bunlar arasında bir vəhdət yaradır. Hadisələr nə qədər faciəlidirsə, şəhidlərin şəhidliyini də o qədər tərənnüm edir və bunlar arasında bir təzad da yaradır deyə bilərik. Belə. Və müəllif inanır ki, şəhidlərin qanı yerdə qalmayacaq. Əsər vətən uğrunda həlak olmuş Azərbaycan şəhidlərinin ana torpağın bağrına azadlıq toxumu səpən millətin milli qəhrəmanları kimi söz açılır. 20 yanvar Azərbaycan tarixində xüsusi yeri olan bir hadisədir və bir şey də qeyd edək ki, 20 yanvar gecəsinə gedən yol bir neçə il əvvəldən başlanır və qeyd olunur ki, bu fikir poemada da ifadə olunur. Bunu da yadda saxlayaq, test cümləsi ola bilər. Əsərin təhlilində, məktəb dərsində belə bir fikir var ki, 20 yanvar gecəsinə gedən yol bir neçə il əvvəldən başlamışdı və bu fikir poemada da ifadə olunur. Əskərlər xəstəxanada güllələri, yəni işıqları keçirirlər, xəstəxanaya qan verməyə gələnləri güllələyirlər, küçələri təmizləyirlər və qan ləkəsini küçələrdən yusalar da deyir ki, müəllif, cəllad öz vicdanını yuya bilməyəcək. Biz bunları təzadlar hissəsində görürük. Həmçinin sonra Rəsulzadənin üç rəngli bayrağı altında dəfn olunmağını da göstərir. 18-dəki şəhidlər təzə şəhidləri bağrına bastı. Axı biz nə eləmişdik hissəsinə heç kim cavab verə bilmir. Poemada müəllif əmindir ki, yeni nəsillər bu azadlığı qoruyacaqlar. Şəhidlər azadlığın simvoludur, onlar unudulmurlar. Baxın bu cümlə, şəhidlər qəhrəmanlığın tərənnümü ilə faciəli hadisələrin doğurduğu mühakimələr üzvü vəhdət təşkil edir.
Bir də bunu yadda saxlayaq. Əsər milli azadlıq ədəbiyyatının kamil nümunəsidir. Ümumiyyətlə əsərdə milli azadlıqdan danışılır. Belə, sağ olun, hər birinizə uğurlar. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalıdır. Əgər faydalı olsa, bəyənib yazmağı unutmayın.